Mən hələ bir xeyli əvvəl sizin hələ verilişdə də bildirmişdim ki, martdan sonra Rusiya-Ukrayna məsələsi ilə bağlı böyük dövlətlərin özlərinin sülh planları işə düşəcək və biz hələ bunu keçən ilin noyabrında və qışın çox sərt keçəcəyini də demişdim. Faktiki olaraq həmin hadisələrin üzərinə gəlinir. Proses sona doğru gedir. Yəni tərəflərdən ikisindən biri məğlub edilməlidir. Və ortada qurban da var. Artıq qurban var. Təbii Rusiya məğlub olmaq istəməyəcək bu məsələdə. O Ukraynanın məğlub olmasına maraqlıdır və daha çox onu istəyir və bir daha vasitə məqsədi də odur. Və bu son mərhələyə yaxınlaşdıqca Rusiyanın aqressivləşməsi də sırf daha böyük zərbələr vurub daha çox istədiyinə nail olmaqdır. Yəni bir güzəştə əldə etməyə çalışır, bir istədiyini həyata keçirməyə çalışır və bunun üçün daha çox güc sərf edir, daha çox enerji sərf edir, daha çox qəddarlıq edir ki, qarşı tərəf qorxsun və nəhayət belə də dizə çöksün. Bu Rusiyanın hədəfi budur bu dəqiqə. Enerji sektoru olsun, qeyri-enerji sektorları olsun, yaşayış məntəqələri olsun, Rusiya üçün fərq eləməz bunların heç birisi. Çünki Rusiyanın prinsipində, müharibə prinsipində hər şey mübahdır. Var, yəni onlar üçün milyonlarla insan ölürsə də ölsün, yüz minlər də burada qırılsın, onun üçün fərq eləməz. Ona görə də Rusiya bütün bu günlər hücumlarını intensivləşdirməyinin səbəbi Zelenskinin həmin o danışıqlar masası arxasına aciz vəziyyətdə tutmaqdır. Yəni bunu aydın şəkildə də görmüyorlar hələ danışıqların özündən də. Qaldı burada Amerikanın tutduğu mövqeyi baxanda, Amerikanlılar daha çox Rusların həmsi oğlu kimi görsənirlər. Nəinki Ukraynanın. Halbuki Biden hakimiyyəti dövründə Ukraynanın həm təhlükəsizliyi baxımından, həm silah təchizatı baxımından ən böyük dəstəkçisi və müttəfiqi Amerika idi. Amma bu günləri tamamilə fərqli bir mənzərə var ortada. Bunun da təbii ki, başqa səbəbləri var. %100 başqa səbəbləri var. Biden'dan fərqli olaraq Trump hadisələrə, siyasətin özünə biznes kimi baxır. Məsələ budur. Əziz təsəvvürünüzə gətirin, Ukrayna məsələsi ilə bağlı Trump'ın ilk açıqlamasında bundan ibarətdir ki, biz sülhü istəyirik. Amma bundan bərabər olaraq biz nadir elementlər olan torpaq sahələrində istəyirik və bundan bağlı müqavilə təklif elədi. Yəni, Bismillah deməmiş, masaya əyləşib və deyir, bu payı mənə verəcəksən. Bu biznesmen yanaşmasıdır, bu siyasətçi yanaşması deyil, peşəkar siyasətçi yanaşması deyil. Mən demirəm Amerikan məsələn üçün, belə deyim də, Biden də onu istəmirdi. Şübhəsiz ki, Bidenin komandasında da o düşüncə var idi ki, Ukraynadan nadir elementlər olan həmin ərazilər, mədənləri ələ keçirsinlər və onunla bağlı bir müqavilə bağlasınlar. Sadəcə müharibə gedişat dövründə bunu dillərinə gətirmirdilər. Çünki bir diplomatik bir yanaşma var. Ki, müharibəyə kömək edirdilər, Ukraynanı bir yerə qədər gətirmək istəyirdilər. Sonra da indi araya sülh məramlı qüvvələrimi yerləşdirəcəkdilər. Ehtiyat qüvvələrimi yerləşdirəcəkdilər, hərbi mi yerləşdirəcəkdilər, mülki mi yerləşdirəcəkdilər. Bu qüvvələri yerləşdirdikdən sonra Ukrayna ilə bir centilmen sazişinə oturacaqdılar. Zelenski deyəcəkdilər ki, biz sənə bu qədər köməklikləri elədik, sən həmin o nadir elementlər olan mədənlərini bizim ixtiyarımıza ver. Təbii Ukraynanın oradan payı olacaqdır. Yəni, hamısının mənə ver məsələsi deyildi. Sadəcə kapitalı Amerikanlar qoyacaqdı, mədənlər Amerikanlar yaradacaqdı. Həmin o yerdə olan hasilatda Amerikanlar eləyəcəkdir. Böyük qazançlar özləri götürəcəklər, amma Ukraynanın yaşaması üçün də zəruri olan hər şeyləri eləyəcək. Bir növ xərclədiklərin kompensasiya eləyəcəklər bundan. Trump isə biznesdən siyasətə gəlmiş adamdır. Bu adam elə dirək gəldi, oturdu. Hələ, yenə deyirəm, ortada nə sülh haqqında hələ heç anlayış yox və birdən-birə mən bunu istəyirəm məsələsidir. Yəni, ona görə də bu günlərə baxanda Ukraynanın vəziyyətinə həqiqətən də çox acınacaqlıdır Ukraynanın vəziyyəti. Çox ağır, getdikcə də ağırlaşır və Zelenski Avropadan aldığı silah təchizatının gücünə xüsusə dayana bilir. Yəni, Avropada bir həddə qədər belə deyim, dəstək verə biləcək. Çünki Avropanın hərbi sənayesi ilə Amerikan hərbi sənayesini bir tutmaq da olmaz. Heç real da deyil. Hətta Avropanın özü bir çox silahlar Amerikadan alır və öz müdafiəsi üçün NATO tərkibində olaraq, yəni Amerika o təhdis edir onları. Yəni bu günlər vəziyyət belədir ki, nəyin bahasına olursa olsun, bütün tərəflər, Avropanın çıxmaq şərtində bütün tərəflər oturublar, nəyin bahasına olursa olsun, Ukraynanı diz çökdürmək və Ukraynanın iki yerə parçalamaq. Yenə deyirəm, şərqi və qərbi Ukraynaya bölmək istəyirlər, dava bunun davasıdır. Yəni, de facto parçalanıb artıq. Demək olar həmin sərhəd
sənədin konturları aydındır. Yəni şərqə Ukrayna aydındır, qərbi Ukrayna da aydındır. Yəni Dneprin sahilində dayanıblar tərəflərin ikisi də. Yerdə qalan o xırda Pokrovski və ya digər Bogdanovka və ya Donbas və Donetskdə olan döyüşlərdə o yerdə qalan kiçik hissələri qopartmaqdır ki, o xətti tam müəyyənləşdirsinlər. Bir çizgi çəkiblər. Bu çizgi burada yarımçıq qalıb. Bu aşağıdan gəlməsin, düz xətt üstünə getsin deyə bu dəqiqə onun üçün çalışırlar. Amma Trump da